İrfan alimləri deyirdi ki, insanın valideyninə qarşı səbəbsiz qəzəbi çox vaxt gizli təkəbbürdən yaranır. Bu his açıq şəkildə görünməsə də, qəlbdə yarananda insan valideynin sözünü qəbul etməkdə çətinlik çəkir. Ayətullah Həsənzadə Amili deyərdi ki, nəfs böyüdükcə insanın səbrini azaldır. Yəni insan özünü böyük hesab etdikcə başqasının sözünü eşitmək ona ağır gəlir. Tələbələri deyirdi ki, Əllamə Təbətəbai valideynləri haqqında danışanda çox ehtiramla danışardı. Bir dəfə tələbəsi ondan soruşur ki, ustad, insan valideyninə qarşı qəzəbi necə idarə edə bilər? Əllamə Təbətəbai deyirdi ki, valideyn insanın dünyaya açılan qapısıdır. İnsan qapını hörmətlə açsa, içəri nur daxil olar. Ümumiyyətlə, insan valideyninə qarşı qəzəb hiss etdiyi zaman xatırlamalıdır ki, valideyn onun böyüməsi üçün illər sərf edib, çox çətinlik çəkib və qəzəb anında susmalıdır. Çünki qəzəb hissi keçdikdən sonra insan çox vaxt peşman olur. Allah insanı kamilləşdirmək istədikdə 3 böyük imtahan verir: mal, insanlar və ailə. Bu 3 imtahanın ən çətini isə ailə münasibətləridir. Çünki insan yadlara səbr edə bilir, amma hər gün gördüyü insanlara səbr etmək çox çətindir. Tələbəsi Əllamə Təbətəbaidən soruşur ki, ustad, evdə səbirli qalmağın sirri nədir? Əllamə Təbətəbai deyirdi ki, insan ailəsini Allahın əmanəti kimi görsə, onlara qarşı qəzəblənmək çətin olar. İnsanın nəfsi çox vaxt yaxın insanlara qarşı daha sərt olur. Çünki nəfs bilir ki, yaxın insan onu tərk etməyəcək. Yəni insanın qəzəbi çox vaxt gücündən yox, rahatlığından yaranır. İnsan çöldə özünü idarə edir. Çünki cəmiyyətin baxışı var və nüfuzunu itirmək istəmir. Amma evdə insan özünü təhlükəsiz hiss etdiyi üçün nəfsini saxlamır. Əllamə Təbətəbai deyirdi ki, valideyn övladına zülm etməməlidir. Amma övlad da valideynin haqqını unutmalı deyil. Şəhid Mürtəza Mütəhərri deyirdi ki, ailə elə bir yerdir ki, insan orada bağışlamağı öyrənməlidir. Ayətullah Behçət ağa deyirdi ki, valideyn səhv etsə belə onunla danışığın üslubu hörmətli olmalıdır. Yəni İrfan alimlərinə görə haqqı demək olar, amma hörməti itirmədən. İnsan gördüyü hər hadisənin yalnız kiçik bir hissəsini görür. Bəzən kənardan baxan adam düşünür ki, bu övlad valideyninə hörmətsizlik edir. Bu valideyn çox sərtdir və yaxud da bu ailədə problem var. Amma ariflər deyirdi ki, insan çox vaxt o ailənin yaşadıkları sınaqları bilmir. Əllamə Təbətəbai deyirdi ki, bir insanın davranışını mühakimə etməzdən əvvəl